Hər vaxtınız xeyirli olsun dəyərli dostlar, xoş gördük sizləri. Bu günləri mən sizə yenə əla bir ev çəkirəm. Xırdalan şəhərinin düz mərkəzində 3 saylı məktəbin tam yaxınlığında. Məktəblə arası hardasa 100 metr məsafədə. Qubçalı evimizdir. Kürsülüdür. Hardasa 1, 2, 3, 4, 5, 6 da kürsülü padvalına qədər var. Kombisi zadı hər bir şey var. Geniş həyəti var. 2 sotun içindədir. Hardasa bir 3 maşınlıq həyəti var. Qardaş gəl içəri. Dəmir barmaqlarına qədər evin qoyulub. Keçək evin içərisinə. Əsas odur ki, evin qubçasıdır. Əla təmirlidir, ideal təmirlidir. Ev sahibi özü yaşayır. Hal-hazırda bura giriş koridor hissəsidir. Buradan keçər, bax keçin bura zəhmət olmasa yataq otağına. Bura yataq otağıdır. Bax belə bir gözəl təmirli. Yuxarısını da çək, yuxarı hissəsində. Əla təmirli, ideal təmirli, özü yaşayan evdir. Evdə əşya nə qalır? Deməli kombidir, uşaqlar üçün yataq otağıdır. Bura uşaqlar üçün yataq otağıdır. Zalı da ki, mükəmməldir. Qoşa daşla inşa olunub. Şəxsi tikili evdir. Qoşa daşla inşa olunub. Qardaş gəl bura. Bax burada görürsünüz, bax belə bir gözəl zalı da var. Orada TV stenti də var. Bax görürsən, bax orada bax. TV stentinə qədər yığılıb evin. Gəl burada bir santral qoşağını da çəkək. Burada bax kombidir, sonra bu Ariston'da zatdır, burada evdə qalacaq. Bura bax geniş bir hamamıdır. Sanitar qoşağının hamamı eyni yerdədir. Bir də burada mətbəxdir. Evdə qalan əşyalar, yəqin ki, aydın məsələdir, kombidir, Ariston'dur, mətbəx mebeli, sanitar qoşağın əşyalar. Yəni bunu ev sahibi götürə də bilmir, bunu götürülərsi də deyil. Qalan əşyalardan nə saxlasa, ev sahibi özü saxlayacaq. Qubçalı 3 saylı məktəbin yanında, mərkəzdə yerləşir, Xırdalan şəhərində. Qiymət 98 min manat. Real alıcı olarsa ev sahibinə gəlib oturub söhbət edib. Bir dənə çay içib evdə alıcı olarsa. Söhbət edib qiymətdə razılaşarlar inşallah. Yeri də istip oldu. Bax bu yeri də istip oldu. Kanalımıza abunə olun. Videonu bəyənin. Bu ev barədə kimin nə sualı varsa bizdən əlaqə saxlasın, bizə zəng etsin. Sağ olun, minnətdarım izlədiyiniz üçün.